Martın 16-sında ictimai xadim, araşdırmaçı, publisist, ilahiyyatçı, Mədəni Niyyət qəzetinin təsisçisi və baş redaktoru Hacı Rahim İsmayılovun təşkilatçılığı ilə Azərbaycan torpaqlarını bütövləyib, dövlət müstəqilliyimiz və Qarabağ torpaqları uğrunda canlarını fəda edərək müqəddəslik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş iftar süfrəsi təşkil edilib. Bu dəfəki tədbir eyni zamanda mübarək Ramazan ayının müxtəlif gününə təsadüf edən Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləmin övladı İmam Həsən əleyhissalamın səadətli mövludu ilə üst-üstə düşdüyündən məclisin əhəmiyyətini daha da artırıb. Mənəvi dəyərlərə əsr olunmuş məclis Allahın müqəddəs kəlamı Qurani Kərimdən müxtəlif ayələrin oxunuşu ilə başlanıb. Sonra Azərbaycanın torpaqları uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbir ilahi musiqi sədaları altında mədəni ictimai proqramla davam edib. Məclisə giriş sözü ilə açan Hacı Rahim İsmayılov şəhid analarını, ailə üzvlərini, qaziləri, mötəbər qonaqları salamlayıb, tədbirin məramı haqqında məlumat verib. Bu günlərim Ramazan ayı münasibəti ilə düşündük ki, şəhid analarımıza, o cümlədən canlı şəhid olan qazilərimizə gücümüz çatan, belə deyək də, bir yığıncaq eləyək. Yığıncağın adı da iftar süfrəsidir. Çünki hər bir yığıncağın bir adı olmalıdır. Biz də fürsətdən istifadə elədik ki, bu mübarək Ramazan ayında, bu mərhəmət ayında, bu rəhmət ayında biz ki, şəhidlərimizə borcluyuq. O şəhidlərimiz ki, onlar öz canlarını fəda elədilər. Gözlərin qırpmadan bizlər üçün getdilər, öz canlarını fəda elədilər. Hətta o insanlar, o şəhidlərimiz ki, bildilər ki, 3 ay, 4 ay sonra övladları dünyaya gələcək. Amma onu gözə alaraq, öz övladını gözə alaraq getdi öz canın mənim üçün, xalqımız üçün fəda elədilər. İndi biz onların, necə deyim, qiymətlərini verə bilmərik. Amma hərə öz sahəsində onlar üçün bir xidmətçidir. Biz də bu günlərim Ramazan ayının bu mübarək günündə həm İmam Həsən əleyhissalamın Mövlud günə təsadüf edir bu günlərim. Dünən axşamdan bu günə, büyündə Mövlud günə təsadüf edir. Biz də istədik bir ad qoyaq. O ad da ki oldu İmam Həsən əleyhissalamın mövludu və mübarək Ramazan ayında şəhid analarımızla bir yerdə, belə deyək də, bir növ qazilərimizlə bir yerdə bir növ çörək kəsdik. Yəni iftar elədik. Bu günlər duanın açıq olan günləri, dua qapılarının açıq olan günləridir. Bu günlərdə ümidim budur ki, analarımızın yanında əlimizi qaldırıb dua eləsək, Allah o dualarımızı geri qaytarmaz. Tədbirdə ilahiyyatçı alimlər, ilahi musiqi ifaçıları, şairlər və yazıçılar, tanınmış ictimai xadimlər, teleaparıcılar, jurnalistlər, QHT sədrləri və nümayəndələri çıxış ediblər. Qonaqlar xalqın birliyi, Vətən müharibəsində qazanılan zəfərin yüksək dəyərindən danışıblar. Bugün biz Hacı Rahimin təşkilatçılığı ilə şəhid anaları üçün iftar süfrəsinə toplaşmışıq. Əslində bu kimi tədbirlərin, iftar süfrələrinin davamlı olması və hər birimiz tərəfindən, belə deyək, kimin gücü, imkanı təbii ki buna icazə verirsə, davamlı olaraq silsilə qaydada aparılması çox gözəl bir nümunədir, örnəkdir. Çünki şəhid ailələrinə bizim hər zaman diqqət, qayğı borcumuz var. Şəhid anaları, ailələri ümumiyyətlə götürəndə bir ana, bir bacı, şəhid xanımı, qızı olaraq deyil, həm də onlar bugün cəmiyyətimizin ən dəyərli varlıqlarıdır. Çünki onlar təkcə tərbiyə verdikləri övladlarına vətənpərvərlik hissini, vətənpərvərlik duyğusunu, sevgisini aşılamaqla deyil, eyni zamanda tək başına bugün cəmiyyətin önündə mübarizə aparan bizim fədakar xanımlarımızdır. Bugün şəhid analarının fədakarlığı, əzmi, özlərinə inamları bizim gələcək nəslimizə ən böyük nümunədir, örnəkdir.
Ona görə də biz onların mərdliyini, mübarizliyini qiymətləndirməliyik. Hər zaman onlara diqqət borcumuzu yerinə yetirməliyik. Mən Hacı Rahimə fürsətdən istifadə edib təşəkkürlərimi bildirmək istəyirəm ki, uşaqların gələcəyi naminə ictimai birliyini də hər zaman diqqətdə saxlayır. Hər zaman bizim təşkilatımızın belə deyək, vasitəsilə şəhid ailələrinə, qazi ailələrinə, övladlarına hədiyyələr təqdim eləyir. Onların ehtiyacı olduğu əşyaları həmişə diqqətdə nəzərdə saxlayır. Tədbirin xüsusi qonaqları sayılan şəhid anaları, qazilər onlara göstərilən diqqət və qayğıya bu kimi tədbirlərin təşkilinə görə təşəkkürlərini bildiriblər. Bugün biz Hacı Rahim qardaşın təşkil etdiyi iftar süfrəsindəyik. Çox hörmətli ilahiyyatçı qardaşımızdır. Hər zaman bizi şəhid analarını, veteranları, qaziləri hər zaman yad eləyir. Böyük ehsanlar verir, tədbirlər təşkil eləyir. Var olsun, Allah ruzusunu bol eləsin. Hər zaman bu gün də həmin o günlərdən biridir. Anaları, qaziləri yığıb bura, bizi başına, əhatəsinə yığıb iftar süfrəsi verir. Bundan əlavə də çoxlu tədbirlərdə mən iştirak eləmişəm şəxsən analarla bir yerdə. Gözəl mövludlarda hər zaman tədbirlər təşkil edir. Hədiyyələr verir. Allah razı olsun. Allah min əvəzini versin. Sağ olsun ki, belə bir insanlar, belə bir ilahiyyatçılar var bizim ətrafımızda. Şəhid analarının yanındadılar hər zaman. Sağ olsunlar. Milli mental dəyərlərə sosial mənəvi dəstək verən möhtəşəm tədbir ehsan süfrəsi ilə davam etdirilib. Sonda bütün qonaqlara xüsusi qablaşdırılmada hazırlanmış zəmzəm suyu hədiyyə edilib. Cabir Məmməd, Müqabil Bəmirxanov, Səs TV. أشهد أن محمد رسول